Herkese salam. Mən Oğuz Şəhriyevin Abdullayevana Texniki və Təbiət Təmayüllü liseyin 7T sinif şagirdi Əliyeva Nərgiz. Bu gün mən sizinlə indiyə qədər oxuduğum kitablar arasında mənim üçün ən maraqlı kitab haqqında danışacağam. Bu kitab Homerin Odiseya poemasıdır. Homer kör bir şəxs olduğu üçün bu poema dillərdən dillərə keçərək eramızdan əvvəl 7-ci 6-cı əsrlərdə Afina tiranı Pisistranın əmri ilə qələmə alınmışdır. Bu poemada mənim ən sevdiyim rol Telemah roludur. Hansı ki Telemah çox cəsur və igid bir roldur. Telemah öz atasını diyarına qaytarmaq üçün neçə maneələrdən keçir. Bu maneələrin hamısını dəf edə bilir. Mən bu kitabı oxuduqdan sonra qorxunun qabağını necə almağı, ən pis anlarda belə ayaq üstə durmağı öyrəndim və hər kəsə məsləhət görürəm ki, bu kitabı oxusun. Hər birinizə bu kitabı oxumaqda uğurlar arzu edirəm.